xeyirli olsun uşaqlar. 8-ci sinif şagirdləri üçün fizikadan kiçik summativ qiymətləndirmə 4-ün A variantının izahlarını verəcəyim. Hansı ki bu kiçik summativ qiymətləndirmə ikinci hissənin ilk bölməsinin suallarını əhatə edir. Bir əvvəlki videoda kiçik summativ qiymətləndirmə 4-ün başqa versiyasında paylaşmışdıq. Bu isə 16 suallıq kiçik summativ qiymətləndirmədir. Birinci suala baxaq. M bölünsün T ifadəsi ilə hansı fiziki kəmiyyət müəyyən edir? Yəni, əlbəttə ki, biz bilirik ki, bu nü bərabərdir M bölünsün T'nin ifadəsidir. Yəni, tezliyi ifadə edir. İkinci sual. Rəqqasın tarazlıq vəziyyətindən ən çox uzaqlaşdığı məsafə. Əlbəttə ki, məlum məsələ bu amplitud adlanır. Dalğa uzunluğunun beynəlxalq sistemdə vahidi aşağıdakılardan hansıdır? Adı üstündə uşaqlar bizə deyir dalğa uzunluğunun. Əlbəttə ki, vahidi metr olar. Səs dalğası harada yayıla bilir? Uşaqlar, ümumiyyətlə səs dalğası mexaniki dalğadır və mexaniki dalğalar həm bərk mühitlərdə, həm mayelərdə və qazlarda yayıla bilir. Amma vakuumda isə yayılmır. Odur ki, 1, 2, 3, yəni Y variantı götürərik. Növbəti sual, baxaq, davam edək. Deməli, biz baxmalıyıq 5-ci suala. 5-ci sualda deyir ki, tezliyi 20 Hz olan zərrəciklərin periodunu müəyyənləşdirin. Fikir verin, nü bərabərdir 20 Hz və bizdən periodu soruşur. Bilirik ki, period və tezliyi bir-biri ilə tərs mütənasib asılıdır. Və buradan T-ni tapsaq, 1 bölünsün nüyə. Yəni, bərabərdir 1 bölünsün 20-yə. 1-i 20-yə böldüyümüz zaman edər 0,1 saniyə. Yəni, doğru cavab burada D variantı olar. Daha sonra 6-cı sual. Fəzada yayılan dalğa qrafikində hansı nöqtələr arasındakı məsafə dalğa uzunluğuna uyğundur? Uşaqlar, məlumdur ki, mövzu izahından dalğa uzunluğu iki təpə nöqtəsi və yaxud da iki çökük nöqtəsi arasındakı məsafədir. Burada da təpə nöqtələrini göstərib və bunların arasındakı məsafə lambda dalğa uzunluğunu verir. Yəni, 1-ci və 5-ci. O da D variantındadır. Sonra 7-ci sual. Hansı şüalanma ən böyük tezliyə malikdir? Ən böyük tezliyə malik olan şüalar ən kiçik dalğa uzunluğuna malikdir. Demək ki, radio dalğalar ümumiyyətlə ən böyük uzunluqdur. Demək ki, ən kiçik tezlikdir. Qamma şüalar uyğun gəlir. Qamma şüalar radiodalğa şkalasında ən sonda yerləşən idi. Yəni, uzunluğuna görə ən kiçik, amma tezliyinə görə ən böyük şüalar idi. 8-ci sual. Arı 2 dəqiqədə yazaq. Verilənlərin hər birini yazaq. Silək uşaqlar, mənə də rahat olsun. 2 dəqiqədə deyirsə, T bərabərdir 2 dəqiqə. Bunu mütləq çevirməliyik saniyəyə. Edər 120 saniyə. Və nə qədər qanad çalır? 240. N bərabərdir. 240 qanad çalır. Və qanadların periodunu bizdən soruşur. T bərabərdir sual şərəsi. Uşaqlar, biz bilirik ki, periodun düsturu necədir? T bərabərdir. T bölünsün N-ə. Odur ki, gətirib yerinə qoyarıq. T-miz nə qədər idi? 120. Bölərək qanad çırpıntılarını da say 240-dır. Demək ki, bu edir 2-də 1. Demək ki, bu da edəcək 0,5 saniyə. Periodumuz nə qədər imiş? 0,5 saniyə. Növbəti 9-cu sual. Mühitlərdən hansında mexaniki dalğanın yayılma sürəti ən kiçikdir? Ümumiyyətlə, mexaniki dalğanın yayılma sürəti necə idi? V bərk halında ən böyük idi. Daha sonra V maye halında idi və daha sonra V qaz halında. Ümumiyyətlə, müəyyənləşdirmişdik ki, hansı ki halda zərrəciklər bir-birinə çox sıx şəkildə yerləşir, o halda sürət ən böyük idi. Amma hansında ki seyrək yerləşir, o halda isə ən kiçik sürətə malik idi. Burada da ən kiçik sürəti deyir bizə. Ən kiçik sürət də qaz halında, yəni havada olacaq. 10-cu sual. 2,5 metr bölünsün saniyə sürətlə yayılan dalğanın uzunluğu 0,1 metrdir. Yazaq uşaqlar. Deməli, V bərabərdir 2,5 metr bölünsün saniyə. Uzunluğu da lambda bərabərdir 0,1 metr. Və bizdən neyi soruşur? Tezliyini. Yəni, rəqsin tezliyi nü bərabərdir sual şərəsi. Bilirik ki,
Sürət və tezlik dalğa uzunluğunu bir-birinə bağlayan V bərabərdir. Lambda vurusu nü düsturumuz var. Buradan da nü-nü tapsaq uşaqlar. Nü-nü tapsaq nə olacaq? V bölünsün lambdaya. V'miz nə qədər idi? 2,5. Bölərik 0,1-ə. İxtisarımızı apararıq edər 25 Hz. Demək ki, doğru cavab olacaq B variantı. Keçək uşaqlar növbəti məsələlərə. Növbəti məsələ 11-ci sual. Mexaniki dalğaların mexaniki dalğaların yayılma sürəti aşağıdakilərdən hansından asılıdır? Baxaq uşaqlar. Deməli, mexaniki dalğanın yayılma sürəti əlbəttə ki, biraz əvvəl də dedik bunu, mühitin xassəsindən asılıdır. Çünki zərrəciklər nə qədər sıx yerləşərsə, o qədər sürət artmış olacaq. Demək ki, mühitin xassələri D variantında yerləşir. Səs dalğası sudan havaya keçəndə tezliyi necə dəyişər? Baxın, sudan havaya keçəndə. Bax, onu bir daha yazıram. V bərk böyükdür V maye, o da böyükdür V qaz. İndi bizə deyir ki, sudan havaya keçəndə, yəni mayedən qaz halına keçəndə, axı dedik, maye halındakı sürət qaz halındakı sürətdən böyükdür. Demək ki, sudan da havaya keçirsə, sürətimiz azalacaq. Bunu tapdıq. Bir dəqiqə bunu yazım. Azalır. Bəs nə qədər azalır? Onu müəyyənləşdirməliyik. Nə qədər azalacaq? Sürətlərin bir-birinə nisbəti qədər. Yəni, 1360-ı bölərik 340-a. Bu da edəcək 4. Demək ki, 4 dəfə azalar D variantında. 13-cü sual. Uzunluğu 2 metr olan dalğa 30 metr məsafəyə yayılarkən mənbə neçə rəqs edir? Gəl yazaq uşaqlar. Silin bunu. Deməli, deyir ki, uzunluğu 2 metr olan dalğa. Yəni, lambdamız bərabərdir 2 metr. Və 30 metr məsafəyə yayılıb. El bərabərdir 30 metr. Neçə dəfə, yəni mənbədən yayılan zaman neçə dəfə rəqs etdiyini bizdən soruşur. Yəni deyir ki, uşaqlar, bu şəkildə bir dalğamız var. Və bu dalğanın hər birinin uzunluğu 2 metrdir. Və 30 metr məsafəyə yayılıb. Və neçə dəfə rəqs edər? Əlbəttə ki, 30-u bölərəm 2-yə, n bərabərdir. 30 bölünsün 2, o da edəcək 15 rəqs. 15 rəqs də bax C variantındadır. 14-cü suala da baxaq. Dənizin dibinə göndərilən ultrasəs siqnalı 6 saniyədən sonra geri qayıtmışsa, dənizin dərinliyini hesablayın. Deməli, T bərabərdir 6 saniyə. Sonra dənizin dərinliyini hesablayın. H bərabərdir sual işarəsinə. Və sürətimiz də verib bizə 1500 metr bölünsün saniyə. Bizdən yeganə qalır ki, düsturu yazaq və düsturda yerinə qoyub hesablayaq. Bax, bu əks sədanın düsturu idi. Yerinə qoysaq, V-miz 1500-dür. T-miz 6-dır, bölünsün 2. İxtisar getdi 3. Vurduğumuz zaman alaraq ki, 4500 metr. Demək ki, dənizin dərinliyi nə qədər imiş uşaqlar? 4500 metr imiş. 15-ci suala da baxaq. 10 metr məsafəyə 2 saniyə yayılan dalğanın uzunluğu, deməli, L bərabərdir 10 metr yazaq. T bərabərdir 2 saniyə yayılırmış və dalğanın uzunluğu da lambda bərabərdir 2 metrmiş. Və rəqsin periodunu bizdən soruşur ki, tapaq. T bərabərdir sual işarəsinə. Baxın, bunları yazdıqdan sonra hansı düsturu çıxardarıq? Bu L və T-dən sürəti taparıq. V bərabərdir L bölərəm T-yə. Onu bölərəm 2-yə, edəcək 5 metr bölünsün saniyə. 5-dir bu. Metr bölünsün saniyə. Bax, demək ki, dalğamızın sürəti 5 metr bölünsün saniyə imiş. İndi baxın, sürətin dalğa uzunluğu və periodu bir-birinə bağlayan düstur. V bərabərdir lambda bölünsün T deyildi. T-ni taparam buradan. Edər lambda bölünsün V-yə. Lambdamız da 2-dir. V-miz də 5 tapdıq. 2-ni də 5-ə böldüyümüz zaman edəcək 0,4 saniyə. Demək ki, periodumuz 0,4 saniyə imiş. 16-cı suala da baxaq. 16-cı sualda deyir ki, radio dalğalar 1 MHz tezliklə işləyir. Yazarıq, nü bərabərdir 5
megahertz. Bunu da çevirməliyik. 5 vurulsun. Mega 10 üstü 6 dediyinə görə yazırıq bura. Yayılan radio dalğaların uzunluğunu hesablayın. Yəni lambda bərabərdir sual işarəsinin və s sürət, baxın burada v bərabərdir s kimi işarə edirlər. Elektromagnet dalğalarında sürəti s ilə ifadə edirlər. Buna görə çaşdırmasın sizə. 3 vurulsun 10 üstə 8 metri bölünsün saniyəyə. Yenə də sürəti bir-birinə bağlayan düstur necə idi? V bərabərdir lambda vurulsun nüyə. İndi burada s ilə ifadə edib heç bir fərqi yoxdur. Buradan lambdanı tapsaq, lambda bərabərdir s bölünsün nüyə. Gətirib yerinə qoyarıq. S-imizin qiyməti nə qədər idi? 3 vurulsun 10 üstə 8. Nüyümüzün də qiyməti 5 vurulsun 10 üstə 6. Bunlar ixtisar gedir uşaqlar. Yuxarıda qalır 300. 300-ü də 5-ə böləndə edəcək 60 metr. Demək ki, dalğa uzunluğu 60 metrə bərabər imiş. Belə uşaqlar bu şəkildə sizinlə bütün sualların izahını vermiş olduq.